Deməli, mən mağazaya gedirəm. Biz burada necə deyəcəyik? Я иду в магазин. Çünkü səbəb nədir? Aha, bağlı məkan olduğuna görə v qoşmasıdır. Mağaza hansı cinsdədir? Magazin kişi cinsindədir. İstiqaməti bildirəndə kişi cinsin şəkilçisini dəyişməyə ixtiyarın varmı? Yoxdur. Yoxdur. Mən mağazadayam, yəni mağazanın içərisindəyəm. Ay sağ. Yenə v qalır çünki zaten içərisindəyəm. Где sualında istifadə edəndə burada da sonları y hərfi ilə bitir də. Ya idi, ya yedi. İndi mağazadan çıxmışam. Daha doğrusu çıxıram. Düzdürmü? Və yaxud çıxmışam eyni şey olacaq. Mən çıxıram. Məndən sonra çıxıram sözü gəlməlidir. Ay sağ. Aha. Bəli. Ya выхожу из магазина. V-nın yerinə biz iz istifadə etdik. Çünki qapalı yerdən mən çıxıram. Düzdür? Ucu iz magazina orada ucu kişi cinsinə görədir. Düzdürmü? Yəni burada ucu v olmayacaq. Əgər bir neçə mağazaları mən gəzirəmsə, yəni eyni hərəkəti bir neçə mağaza tərəfə edirəmsə, bu zaman xadit yerindədir. Çünki hərəkəti bir neçə dəfə edəcəksən. Düzdürmü? Buna görə xadit istifadə edirik. Afərin. Mağazaya gələndə nə deyəcəyik? Po magazinam. Bəli. Bəli. Po magazinam.